Salam uşaqlar, bu gün Namazovdan hissəsinə görə ədədin tapılmasına aid bəzi məsələlərin izahına baxacağıq. Məsələn, velosipedçilər 3 gün yarışdılar. Onlar bütün yolun 24 hissəsini birinci gün, 5-də 2 hissəsini ikinci gün, qalan 108 km yolu isə üçüncü gün getdilər. Velosipedçilər 3 günə nə qədər yol getdilər? Bu tipli məsələləri həll edəndə uşaqlar, birinci velosipedçilər nə qədər yol gedib bilmirəm ki, yola bir x qoyuram. Yola x-də qoyub işləyə bilərik, amma gəlin biz belə eləyək. Kəsirsiz həll eləyək bu tipli məsələləri, daha asan olsun. Baxıram ki, yolun 20-də 3-ünü birinci gün gedib, 5-də 2-sini ikinci gün gedib. 20 ilə 5 ortaq məxrəc 20-dir də, düzdür. Ona görə yoluma mən x yox, 20x deyirəm. Yəni məxrəclərə baxıram, ortaq məxrəc götürürüm. Birinci gün mən deyir yolun 20-də 3 hissəsini, yəni yolum 20x deyil, bunun 20-də 3 hissəsini gedib. Yəni nə qədər gedib? 3x gedibdir. İkinci gün yolun, yəni 20x-in 5-də 2-sini gedib. Bu deyilir 8x. Bəs üçüncü gün hansı hissə qalır yolu uşaqlar? Birinci onu tapaq. Uşaqlar yolun 3x-ini birinci gün gedib, 8x-ini ikinci gün gedib. Ümumi yolumda 20 deyil. Mən 20-dən 3x ilə 8x-i toplayıb çıxıb 3-cü gün taparam da, düzdür. Eləyir 9x. Deməli, 3-cü gündə 9x yol gedir. Getdiyi yol nə qədərdir? 108. Bərabər eləyirəm 108-ə. Buradan da x-i tapsam, 108-i bölürəm 9-a, eləyir 12. Gətir qoy yerinə. 20 vur 12, cavab 240. 23-ə baxaq. Traktorçular 3 gün ərzində sahəni şumladı. Traktorçular nə qədər sahə şumlayıb? Yəni sahə yazaq. Nə qədər sahə şumlayıb bilmirəm sahəni. İndi baxıram, birində 15-də 4-dür, birində 5-də 2-dir. Ortaq məxrəc neçədir? 15. Sahəyə yazdım 15x. Birinci gün uşaqlar, sahənin 15-də 4-ün, yəni 15x-in 15-də 4-ünü şumlayıb. Yəni 4x şumlayıb. İkinci gün 5'də 2'sini 15x-in 5'də 2'sini şumlayıb. Bu deyilir 6x. Onda uşaqlar 3-cü günə nə qədər qalır? 15x-dən birinci gündə ikinci günü çıxaram da, düzdür. Qalır 5x. Deməli, 3-cü gün 5x-dir. Bu da bərabərdir 4,5-ə. Onda x də bərabər 4,5-i 5-ə bölsə eləyir 0,9. X-i tapdım 0,9. Gətirib qoyuram yerinə. 15-i də vursam 0,9-a eləyər 13,5 hektar. 24-də baxaq. Kənar pulunun əvvəlcə 3-də 1-ni, sonra qalan pulunun 5-də 2-sini xərclədi. Əgər onun 20 manat pulu qalıbsa, əvvəlcə neçə manat pulu vardı? Kənanın pulunu bilmirəm. 3-də 1, 5-də 2. Ortaq məxrəc 15. Kənanın puluna yazdım 15x. Əvvəlcə xərclədim. Nə qədərini uşaqlar? 3-də 1-ni. 5x-in xərcləyib. Sonra qalan pulunu. Görək nə qədər pul qalıbdı bunun. 15x-dir, 5x-in xərclədi. Eləyir 10x uşaqlar. Sonra da bu qalan pulun, yəni 10x-in 5-də 2-sini xərcləyir. Eləyir 4x. Deyir, əgər onun 20 manat pulu qalıb. Gəlin görək nə qədər pulu qalıb. 10 manatı qalıb, 10x qalmışdı da uşaqlar. Düzdür, sonra da 4x-in xərclədi. Nə qədəri qaldı? 6x qaldı. 6x də nəyə bərabərdir? 20. 20-ni 6-ya bölsək, bu da uşaqlar tam bölünməz. Ona görə rəqəm səhv var, üst var. Cəm bunu 24 deyil. Onda x bərabərdir neçə? 4. Gətirib burada da yerinə qoysam, 15-i də vursam 4-ə, cavab eləyir 60 manat. Qalan veriləndə uşaqlar ona diqqət elə.
Deməli, çənin 4/3 hissəsi su ilə doludur. Çəndən 125 litr su boşaldılarsa, onda çənin 1/3 hissəsi qədər su qalar. Çəndə neçə litr su tutur? Uşaqlar, çənim nə qədər su tutur bilirəm? Yox. 4/3, 2/1. 4x qoyum da çənimə. Düzdür. Nə qədəri doludur? 4x'in 4/3'ü. 3x'i doludur. Düzdür. Deyir ki, çəndən 125 litr boşaldısa, çəndəki çənin 2/1 hissəsi 2/1 hissəsi qədər su qalar. Görək nə qədər qalacaq. 4x'in 2/1'ini də bax. Eləyəcək 2x. Deməli 3x'i doludur, 2x'i qalıbdır. Nə qədərin boşaldıb deməli uşaqlar? 1x'in. Onda 1x'i neçədir? Boşaltdığı nə qədərdir? 125. Deməli 1x'i 125'dir. Elə x onda neçədir elə? 125. Gətir qoy yerinə. 125'i vur 4'ə. 500 litr. 26. Səmra pulunun 7/3 hissəsinə dəftər, 7/2 hissəsinə qələm aldı. Səmranın nə qədər pulu var bilmirəm. Səmranın puluna qoyaq. Neçə x uşaqlar? Məxrəclərə baxıram. 7x qoyur. Yazıram dəftər. 7x'in 7/3'ünü. Eləyir 3x. Yazıram qələm. 7x'in 7/2'si. 2x. Şimdi deyir ki, dəftər və qələm birlikdə, dəftərlə qələm, ikisi birlikdə 225 qəpikdir. 5x 225'dir də, düzdür. Onda x də bərabərdir 45'e. Deyir, Səmranın nə qədər pul var? Gətir qoyuruq burada 7. 7'ni də vururuq 45'e. 5, 315 qəpik. 27'ye baxaq. 50 pulunun 3/1 hissəsini bazarda, qalan pulunun 8/4 hissəsini marketdə xərclədi. O marketdə 30 manat pul xərclənmişsə 50'nin nə qədər pulu var? 50'nin pulunu bilmirəm. Neçə x qoyaq uşaqlar? 3-dən 8'ə ortaq məxrəc neçədir? 24. 50'nin puluna qoydum 24x. Birinci bazarda xərcləsin. 3/1'in xərcləsin bazarda. 3/1'ə vursam eləyə 8x. Sonra qalan pul. Nə qədər pul qalacaq uşaqlar? 24x'dən 8x'i çıxsam eləyəcək 16x. Qalan pulunu da 8/3 marketdə xərcləsin. 6x'ini də xərclədi marketdə. Və deyir ki, mənə o marketdə 30 manat xərcləyib. Deməli bunun 6x'i bərabərdir 30'a. X də bərabərdir 5'e. Gətirib yerinə qoysam, fikir versiniz uşaqlar, hamısı eyni yoldur. Deməli, Əlinin 120 manat pulu var. Sadəcə bəzən qalan verilir, bəzən verilmir. 28. Birinci dəstə ağacların 8/4 hissəsini, ikinci dəstə isə qalan ağacların 6/5 hissəsini əkdim. İkinci dəstə 75 ağac əkmişsə, iki dəstə cəmi neçə ağac əkməli idi? Nə qədər ağacımız var? Bilmirik. Neçə x qoyaq uşaqlar? 6 ilə 8'ə 48. Birinci dəstə 48'in 8/4'ünü. 18x'ini əkib. İkinci dəstə qalan ağacları. 48x'in 18'in əkmişəmsə, nə qədər qalır uşaqlar? 30'u qalar da. İndi yazıram hatta. İkinci dəstə qalan ağacın, yəni 30x'in 6/5'ini əksin. 25x. Deməli deyir ki, ikinci dəstə 75 ağac əkib. Deməli ikinci dəstə 25x deyildi. Bu bərabərdir 75'ə. X də bərabərdir 75 böl 25. Bu da bərabərdir 3. Gətirib yerinə qoysaq. 144 ağac. Ümumilikdə 2 dəstə 144 ağac əkməli idi. Uşaqlar, məsələlərdə
Nə zaman ki, sizə ümumi yol verilmədi, mütləq və mütləq kəsrin surət və məxrəcini bərabərləşdirməlisiniz. Ondan sonra gedişatın arxası asan. Məncə, digər tapşırıqları artıq sərbəst yaza bilərsiniz.